Dəyəcək. Çok qəşəng. Əla dəydi ya. Əla dəydi. Burada da qəşəng Donald Strike. Gözdə uşaqlar. Oy, qəşəng. Çıxan kim o? Çok qəşəng dəydi. Qəşəng dəydi ya. Hamıya salam aleyküm canım uşaqlar, hər biriniz yeni bir videomuza daha yenidən xoş gəlmişsiniz. Uşaqlar, bugün sizlərlə birlikdə sizlərə elə bir hassasiyyət verəcəm ki, yəni bomba kimi də uşaqlar, bomba kimi. Əvvəlcə bunu deyim ki, sizlərə nə videosu gəlsin deyə WhatsApp qrupumuza yazıram və bugün bugün yazdım, hassasiyyət istədiniz, hassasiyyət yəni videosu istədiniz və hassasiyyət videosu da gəldi. Həmçə uşaqlar yazmıram, hər videomda yazmıram, yəni nə videosu olsun deyə soruşmam sizdən. Sadəcə bugün soruşmaq istədim və uşaqlar hassasiyyət çəkmək istəyirəm doğrusu. Siz də uşaqlar bir çoxunuz hassasiyyətə oy verdiniz. Bir çoxunuz da Naçanın izləyərik deyə oy verdiniz uşaqlar ki, bu günləri o hassasiyyət gəldi və uşaqlar bu videonu sonuna kimi izləyin. Niyə? Yəni əgər istəyirsinizsə uşaqlar, əgər istəyirsinizsə bir neçə həftə içərisində kafanın belə nətərdim ustası olasınız, sizlərə elə bir şey danışacağam ki oyunun içində, yəni bomba kimi də uşaqlar. Əgər bunu öyrənmək istəyirsinizsə videoya ilk öncə altdan abunə olub like atın və videonun sonuna qədər izləyin. Hassasiyyət yenə həmən kimi videonun sonundadır. Amma bu deyəcəyim söhbət isə videonun ortalarında bir yerdə, yəni videoda söhbət edəcək, ona görə videonun sonuna qədər izləyin. Hazırsa keçək videomuza. Gəldik çıxdı uşaqlar, gördüyünüz qədərlə oyunumuza. Bu arada nə deyirdim? Yəni bu hassasiyyət super bir şeydir uşaqlar. Qoy onu da sizə deyim. Onu gördünüz, görəcəksiniz. Yəni bomba kimi bir şeydir. Bu tamam başqa bir şeydir. Bu arada mən sizə nə deyəcəkdim? Gözləm. Bir də uşaqlar dedim ki, bir neçə həftə içərisində əgər kafa ustası kimi oynamaq istəyirsinizsə bu videoya sonuna kimi baxın. Videoda söhbətimizi eləyəcəyik demişdim. İndi uşaqlar gəlin söhbətimizi eləyək. Nə oldu da öskürə tutdu məni. Uşaqlar söhbətimiz odur ki, uşaqlar bilirsiniz ki 6 dənə hassasiyyət var Free Fire'da. Yəni nə bilim genel, kırmızı nokta, 2x dürbün, 4x dürbün, serbest bakış, işte biri qaldı səhv eləməyimsə. Uşaqlar onların hər birinin özünə aid özəllikləri var. Yəni nə özəllikləri? O özəllikləri ki uşaqlar yəni hər biri ayrı-ayrı işlərə yarayır və s. Uşaqlar mən canlılarımda olanlar bilər ki, mən elə vaxtda olur ki UMP ilə, pompa ilə və ya Deagle-la uşaqlar 3 nəfərə, 4 nəfərə yəni heç bədən atmadan tam kafa atıram. Gülliyə ən çox uşaqlar 6-7 gülliyə demək olar ki, 7 deməyə heç olmuş uşaqlar 6 gülliyə atdıqlarım olur yəni full. Ya kafa dəyir ya da uşaqlar bədən dəymir yəni ki. Hətta uşaqlar elə vaxt olur ki sadəcə 4 gülliyə 4 nəfəri kafa arxasında vurmuşam. Bir çoxunuz mən proqram işlətdiyimi və s. fikirləşir. Çünki mənim videolarımda, yəni mənim kanalımda proqram videolar var. İlk öncə uşaqlar mənim göstərdiyim proqram sizə kafa atmağa kömək edir. Amma regedit və olmasın, nə bilim panel olsun, bu olsun uşaqlar sizlərin yəni hile demiyorlar. Uşaqlar mən hile istifadə etmirəm uşaqlar. Nə bilim regedit olsun, hile olsun mən istifadə etmirəm. Qoya bilərəm bunu da deyim. Mənim oynadığım hassasiyyət sizlərə indi birazdan deyəcəyim o hassasiyyətdir. Yəni oyunun axırında sizə hassasiyyət verəcəm uşaqlar, o deyil. O bu video üçündür uşaqlar. Bu video üçün başqa bir hassasiyyət verəcəm, o ayrı. Yəni hal-hazırda izlədiyiniz bu oyun var uşaqlar. Hal-hazırda izlədiyiniz bu oyunun hassasiyyətini sizə oyunun axırında verəcəm. Amma canlılarda oynadığınız super hassasiyyəti istəyirsə gəlinsə danışım uşaqlar, onu nətər öyrənə bilərsiniz. Mən uşaqlar o dediyim 6 hassasiyyəti 6 bölmə bölmək istəyirəm. Hər bir bölüm. Məsələn uşaqlar hansını götürək ki genel uşaqlar bir bölümdə 10 dəqiqə 12 dəqiqə full yəni genel nə işə yarayır və s. nə eləməlisiniz hansı siz məsələn nətər oynayırsa belənçə eləyin, belə eləyin, belə oynayırsan nətər eləyin, hamısını uşaqlarda konkret hamısını isə öyrədəcəm ya da öyrətməyə çalışacağam, belə deyim. Yəni mən də hamısı hazırdır, sizlər əlimdən gəldiyi qədər öyrədəcəm ki sizdə mənim kimi oynayasınız, da məndən də əla oynayasınız. Çünki uşaqlar canlıma gələn kimi bir çoxunuz deyir ki hassasiyyəti ver, hassasiyyəti ver. Mən də uşaqlar bu hassasiyyəti niyə vermirəm? Yəni hassasiyyət verirəm amma bu hassasiyyəti niyə vermirəm? Çünki uşaqlar sizlərə belə bir bölüm fikirləşirim, deyim bu videoda belənçə deyim, belə gəldim sizlərə də belənçə deməyə. Yəni uşaqlar 6 bölümü bölmək istəyirəm.
Və uşaqlar 6 bölümün hər 3 gündən bir video atsam, hər 6 dənəsi edir 3 6-nın 18, 2 həftə 4 gün edir də. Bu 2 həftə 4 gün içərisində çəkəcəyim bu videolarda uşaqlar nə işə yarayacaq? Yəni onu qutarandan sonra ustalaşacaqsınız artıq kafa atmaqda. Hətta elə olacaq məndən də əla belə kafa atanlarınız olacaq içərisində. Yəni hər birinin haqqında uşaqlar danışacağım özdə pol. Yəni bu nə işə yarayır? Bilirsiniz ki, uşaqlar sosialin hər birinin öz özəlliyi var, xüsusiyyəti var. Hər birinin haqqında sizlərə bilgi verəcəm və hansı markada hansılar olmalıdır, nə bilim hansı belə deyim də, beləncə oynayırsa bunu edeyim, belə oynayırsa beləncə edeyim və ya sizə nə tər istəyirsə uşaqlar polunun haqqında danışacağım və sizlər də artıq rahat kafa atmağa başlayacaqsınız. Bu bilgini bu arada verdiyim çox əla oldu, çünki bir çoxunuz istəyirdi bu hassasiyyətləri və mən beləncə bir bölüm qərarına gəlməyim də məncə əla oldu. Yəni 2 həftə 4 gün içərisində siz artıq ustalaşacaqsınız kafa atmaq konusunda demək olar ki, yəni ya da ustaya yaxın bir səviyyə olacaqsınız və artıq mənim kimi, yəni canlılarda istədiyiniz kimi olacaqsınız, hətta ondan da əla oynayacaqsınız, yəni məndən də belə əla oynaya bilərsiniz. Neysə, nəydən danışaq? Nəydən danışaq uşaqlar başqa da çox bir şeyimiz qalmayıb da demək olar. Oyunumuza aparaq, görək nə edirik, nə qarıq. Bu arada video abunə olub, like atmağı unutmayın, qoy bunu da bildirim. Nə qarıq hələ. Bu qaçırıq qaqa, bu nə varmaq istəyir fikirləndi. Bu arada sizlərə OMP-ni göstərməyə çalışacağım. Deagle pompalını ki göstərdim o sizə. OMP-ni də sizə göstərim, görün də uşaqlar. Görün nə var, nə yox, yaxşıdır bunu, piscimi. Baxar sözünüz. Bu arada göstərdiyim proqram videolarına ilginiz artıq çox gəlir. Daha yaxşı proqramlar gətirməyə çalışacağım sizlər üçün. Mən əvvəlcə bunu deyim ki, kanalımda hilə və Regedit kimi şeylər paylaşmıram. Mən uşaqlar kanalımda proqram paylaşıram ən çoxu, ya da hassasiyyət falan paylaşıram, belə şeylər. Əsla və əsla Regedit və panel paylaşmıram. Niyə? Yəni qaqa alınmaz da, məsələn bansız Regedit falan deyirlər, yenə paylaşmıram. Çünki uşaqlar heç kim uzmanır. Hə, demək olar ki, mənim özümün indi çıxartmamışam və əgər çıxarda bilsəm, məsələn mən özüm hər hansı bir proqram çıxartdım və o proqram artıq bilirəm ki 10 günlərin 9'u kafa gedir və biri bədən getdiyinə görə ya da ikisi bədən getdiyinə görə Free Fire ban verməyəcək və ya istəyir qaqa hamısı baş getməyəcək, mən bilirəm ki o ban verməyəcək Free Fire. Uşaqlar ola bilər ki mən tutub paylaşaram. Amma belə hər kəsin aldığım panel və Regedit'i əsla və əsla paylaşmam sizlərlə, qoy bunu da bildirim sizlərə. Deyənlər var çünki proqram biləmi hilə videosu gəlsin. Bu arada hassasiyyətdə budur. Gördüğünüz gibi oyun da bu arada süper keçdi. Yəni kafalarda da gördünüz uşaqlar, bomba kimi oldu. Gördüğünüz kadarıyla hassasiyyətə tam baxın. Bu arada bunu da deyim ki, geneli aşağı sala bilərsiniz. Yəni əgər sürətli gəlsə uşaqlar bu daha yəni sürətli gəlsə desə daha sürətlidir kafadan mən sala bilərsiniz. Uşaqlar videonun sonuna görə video abunə olub, like atın, sağ olun.